Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün hava çox gözəldir. Mən də dedim bir vlog paylaşım. Elə isə keçək vloguma, sonra yenə danışarıq. Buraları təmizlədim, belə gördüyünüz kimi tərtəmiz oldu. Düzdür çəkmədim, amma niyə çəkmədim? Çünki çox işim var idi. Buranı çəksəydim zaryadkam çatdıra bilməyəcəkdim. Ona görə elə buranı belə təmizlədim. İndi isə keçək yemək hazırlayaq. Axşama yemək hazırlamalıyam. Çünki axşama heç bir yeməyimiz yoxdur. Yoldaşım gələcək birazdan. Axşama yemək hazırlamaq lazımdır. Nəysə, mən keçim iş başına. Fikirləşim görüm nə bişirəcəm. Hələ də fikirləşməmişəm, hələ də tapa bilməmişəm. İnşallah ki taparam. Nəysə ki, uzun düşündükdən sonra qərar verdim ki, makaron bişirim. İndi isə Türk səhifəsində belə bir resept görmüşdüm. Onu eləyəcəm. Saskanı doğrayırdı. Sos, tomatla belə düzəldir sos, sonra içini belə qarışdırır. Ondan sonra spagettini əlavə edir ona. Çox dadlı bir şey görünür. İndi yəqin ki, yaxşı olar məndə də deyə düşünürəm. Burada isə istəyirəm ki, bir mövzu başladım. Çünki bilirsiniz ki, hər dəfə vloqlarımda bir mövzu paylaşıram. Sizlərdən gələn o mövzular üzrə videolarımda danışıram. Bu dəfə bir bacımız bir video, daha doğrusu bir haqda danışmağımı istədi, bir mövzu haqqında. Bu günləri onu da sizlərlə paylaşım. Gördüyünüz kimi bacımız sual verir ki, qoyarsan ki, gələn dəfə mövzunu qayınla yengə arasında, yəni eltilər arasında münasibət necə olmalıdır? Sənin və xanımların fikri maraqlıdır. Mən qızlara danışacağam qısacası və xahiş edirəm ki, sizlər də öz fikirlərinizi yorumlarda yazarsınız. Xanım da sizin fikirlərinizi mütləq ki oxuyacaq. İlk öncə başlayaq qayından. Sözün açığı mənim qaynım yoxdur. Amma çox istəyərdim də ki olsun. Amma təəssüf ki yoxdur, qismət. Düşünürəm ki, qayın da bir qardaşdır gəlinlər üçün. Eləcə də gəlin üçün də, yəni qayın üçün də gəlin qardaşdır. Mən, məsəl üçün, mənim qaynım olsaydı, mən onu təbii ki, qardaşım kimi görərdim. Və düşünürəm ki, yoldaş necə xanımının qeyrətini, namusunu çəkirsə, qayın da eləcə evindəki xanıma, yəni gəlinlərinə hörmət qoymalıdır. Bir bacı kimi onu qoruyub saxlamalıdır, hörmət qoymalıdır. Həmçinin də yəni ki, bacı olaraq onu çox istəməlidir deyə düşünürəm. Amma təəssüf ki, ətrafımızda yaşadığımız elə şeylər bəzən olur ki, görürük ki, yəni pis şeylər olur. Belə üstörtülü deyəcəm, indi bilənlər biləcək təbii ki. Amma Allah heç bir evə nə elə bir qayın qismət etməsin, heç bir evə də nə elə bir gəlin qismət eləməsin ki, yəni yollarını assınlar, belə deyim. Nəysə qızlar, yəni ki, qayın qardaş yarısıdır. O mövzuya tam girə bilməyəcəm, çünki yoxumdur deyə qayınım bilmirəm tam nə duyğudur. Amma sadəcə olaraq bir şey bilirəm ki, qardaş təbii ki, sənin yoldaşının qardaşıdırsa, o sənin də qardaşındır. Evdə hər zaman hörmət qoyulmalıdır. Həm də ki, yenə dediyim kimi, həm o tərəf qoymalıdır, həm bu tərəf hörmət qoymalıdır və hörmətlə qarşılıqlı şəkildə olmalıdır. Heç eşitmisiniz ki, ailədə desinlər ki, qaynata və qayın üzündən ailələr dağılıb. Heç vaxt elə bir şey olmayıb. Onlar onsuz da mövzuna heç vaxt qarışmırlar. Səhər çıxırlar, axşam gəlirlər və yaxud da ümumiyyətlə mövzuya qarışmırlar. Amma elə qayınlar da var ki, məsəl üçün, xanımına əziyyət verən yoldaşları var və o qardaşına ağıl verir, öğüt verir, nəsihət verir ki, sən bunu belə etmə, onu elə et. Elə qardaş da var ki, doldurur ki, get vur başını əz, yenəsə et, yenəsə şey. Yəni elə çox var. Yəni o qədər ailələr var ki, o qədər elə necə deyim, münasibətlər var ki, amma çox təəssüf, kaş belə olmaz. Yəni heç belə olmazdı, amma eybi yox. Nə deyək? Hər kəsin bir fərqli düşüncəsi var. Belə qızlar, qaldı ki, elti münasibətinə. Elti münasibətində isə düşünürəm ki, nə qədər yəni desələr də ki, eltilər yoxdur, elti kimi, yəni bacı zad gözündə görməyin, elə bir şey yoxdur. Vallahi var qızlar, yaxşı baldız da var, yaxşı elti də var. O var içində. Mən yenə bax keçən dəfə də qaynana mövzusunu demişdim. Mənə çox qızlar qınadı ki, yox pis qaynana var, siz belə deyirsiniz, elə deyirsiniz. Vallahi qızlar, mən də bilirəm, pis insan. Yenə deyirəm, mən demədim ki, pis necə deyim, qaynanalar hamısı əladılar, bombadılar. Xeyr, yenə deyirəm, üzr istəyirəm.
Hə qızlar, yəni dediyim kimi, pis qaynana, yenə deyirəm, mən demədim ki, pis qaynana yoxdur və yaxud da qaynanalar hamısı qəşəngdirlər, heç kiminlə işi yoxdur. Yox, sadəcə olaraq mənim fikrim o oldu ki, qaynanalar, anadırlar. Bizim onlara pis deməyimiz düz çıxmaz. Biz onların böyük kimi hər zaman hörmətini saxlamalıyıq, hörmət eləməliyik. Sən hörməti elə, qoy o sənə pis olsun, heç nə olmaz. Amma sən hörməti et, sən hörməti tut. Qoy əlbəttə ki, onu Allah görəcək. Allaha xatir sən o hörməti tutmalısan, böyük kimi ona hörmət eləməlisən və qoy o nə edəcək, sənə pis deyəcək, sənə yaxşı deyəcək. Onsuz da sənin yeri və Allah hər zaman cavab verir. Heç bir haqsızlıq yerdə qalmır. Bunu unutmayın qızlar. Heç bir haqsızlıq, yəni heç bir haqsızlığı sən necə deyim, heç vaxt qarşılıqsız inanma ki, qalsın. Hər zaman cavabını alacaq o insan. Ona görə də səbr etmək lazımdır. Səbr edib Allaha hər zaman dua eləmək lazımdır. Hər zaman yenə deyirəm, böyük kiçiyin yerini bilmək lazımdır ki, sənin qarşıva qoy Allah hər zaman yaxşılarını çıxartsın. İnşallah ki, həyatınızda ən gözəl, yəni necə deyim, insanlar çıxartsın ki, heç zamanda kimisə, necə deyim, pis deməyə məcbur qalmayasınız. Hə qızlar, elti münasibətinə gəlincə isə mən yenə deyirəm, mənim eltim yoxdur təbii ki, amma kaş olardı. Amma deyirlər elti yoxdur, elti münasibəti. Xeyr, var, yenə deyirəm, var. Pisi də var, yaxşısı da var. Paxıllıq çəkəni də var, paxıllıq çəkməyəni də var. Bacı kimi görəni də var, görməyəni də var. Məsəl üçün, mənim eltim olsaydı, mən onu bacı kimi görərdim. Təbii ki, ikimiz də yad qızıyıq, bir ocağa düşmüşük. O da mən başa düşərdi, mən də onu başa düşərdim. Amma düşünürəm ki, eltilər hər zaman bir-birlərinə dəstək olmalıdır. Çünki ikisi də yad qıraqdan gəlmiş və bir ocağa düşmüş insanlardır. Ona görə də bir-birlərinə hörmət etsələr, bir-birlərinin daim arxalarında dursalar daha yaxşı olar. Necə ki, məsəl üçün, bir söhbət olanda oğlan tərəf qız tərəfi tutursa, düşünürəm ki, elti də hər zaman məsəl üçün bir-birlərinə dəstək olmalıdırlar bir evin içində. Çünki bir evin içində qalırlar və bacı kimi orada yaşayırlarsa, yəni ayrı qalan da var təbii ki, amma məncə ilə bacı kimi olmaq daha gözəldir. İnşallah ki, eltiniz varsa və yaxud da gələcəkdə olacaqsa, ən gözəlini nəsib etsin qızlarımıza. Belə qızlar, buraları da təmizlədim. Mövzunu qısacası danışdım. Çünki yenə deyirəm, o duyğudan xəbərim olmadığı üçün biraz danışmağa əziyyət çəkirəm. Bunu da suxarini qızlar qoymuşdum ki, çəkim. Yadımdan çıxdı, hələ də qalıb, heç etməmişəm. Çox huşsuz olmuşam bu aralar, bilmirəm niyə. Nəysə ki, qızlar, mövzunu sonlandırıram. Siz də öz fikirlərinizi yazarsınız. Bacımız da girib inşallah ki, oxuyar. Belə, mövzunu bu qədər qısaltdım. Çünki yenə deyirəm, o duyğudan xəbərim olmadığı üçün bilmirəm necə danışım, nə danışım. Sadəcə olaraq fikirlərimi bildirdim ki, yəni düşünürəm ki, hər biri yaxşı olsa daha yaxşı olar. Qayın qardaş kimi, elti də bacı kimi olsa daha gözəl olar məncə. Amma düşünürəm ki, indi nə qayın var, nə elti var. Hamı bir-birinə münasibəti yaxşıdır. Təbii ki, var ya, deyəcəm mənə gəlib qınayacaqlar ki, yəni necə yəni var da. Amma qızlar, yenə deyirəm, var ya, mən də bilirəm. Amma hər şey insanın özündən asılıdır. Sən əgər mehribançılıq eləyirsənsə, mehriban da olursansa, və o sənə qarşı yenə pisdirsə, artıq demək səndən heç bir günah yoxdur. Amma yox, o sənə pis davranırsa, sən də ona pis davranırsansa, təbii ki, burada sizin aranızda bir yaxşı münasibət olmayacaq. Amma sən yaxşı olduğun halda o sənə pisdir, artıq sən geri çəkilə bilərsən. Çünki sən əlindən gələn qədərini edirsən. Nəysə qızlar, Allah hər kəsin qabağına yaxşı insan çıxartsın. Mövzunu çox uzatmayacağam. Burada da axşamı günü salat hazırladım özümə. Gördünüz, bayaq fileni qoydum, bişsin gün ortadan. Axşam gözlədim ki, yoldaşım gəlsin. Neçə vaxtdır ki, ürəyim salat istəyir. Bilmirəm nə bu salat eşqidir. Qarğıdalı salat elədim. Adi toyuq filesini didmişəm xırda-xırda. Sonra isə heç nə, duzunu, istiotunu, bir də ki, bu arada səs gəlsə, bizim qonşularımız bilmirəm niyə hər səhər, bizim evdə vəziyyət budur. Qonşularımız elə bir gecəni yatırlar, səhəri köçürlər. Nədir bu, bilmirəm. Nəysə ki, qızlar, konservanı əlavə edirik, qarğıdalı konservasını. Çox dadlı bir salat oldu. Həqiqətən mən çox bəyəndim. Əgər məsəl üçün şirin və turşu bir arada sevirsinizsə, bu çox gözəl bir salat ola bilər. Çünki qarğıdalı şirin idi, salat isə biraz duzlu falan idi də. Amma ki, ikisi bir yerdə qarışanda həqiqətən çox gözəl bir salat olur. Düzdür, buna başqa şeylər də vuranlar görmüşəm.
Məsəl üçün kartof da vuran olub, kök də vuran olur. Nə bilim gördüm, çox baxdım YouTube-da falan, amma ən sadəsi bu idi. Mən sadə istəyirəm. Sadəcə olaraq bizdə mən yeyirəm. Məsəl üçün heç kim istəmirdi. Ona görə özüm üçün az bir şey etdim ki, çox qalanda da mayonezi su salır deyə istəmirəm. Elə bir gündə də dedim yeyim qurtarım ki, qalmasın. Amma təsadüfən necə oldusa, gün hardan çıxdı bilmədim. Yoldaşım da istədi ki, hə mən də yeyərəm. Dedim nə əcəbsə. Nəysə ki, qızlar, bir boşqab sağ olsun. Oturdu, yedi. Nəysə ki, bu aralar yoldaşım məni şaşırtmağa davam edir. Çünki elə şeylər yeyir ki, mən həqiqətən ondan gözləmirəm də. Yəqin ki, mənim hazırlamağımdanmı, nədir bilmirəm, yəni niyədir. Axır sağ olsun məni incitmir. Nə bişirirəm onu da yeyir. Belə qızlar və zəhmət olmasa qızlar kanalıma yenisinizsə abunə olmağı, videolarımı da bol-bol bəyənib yorum yazmağı unutmayın. Çünki yenə deyirəm, siz nə qədər ki aktiv olsanız, mən də o qədər aktiv oluram. Və siz nə qədər ki mənim videolarımı dəstəkləsəz, bəyənsəz, YouTube məni bir o qədər də önə çıxardır və bu da mənə çox gözəl bir həvəs verir ki, mən yenidən videolar paylaşım sizlərlə. Çalışıram ki, gündəlik də olsa, bir gündən biri olsa da, 2 gündən biri olsa da, qısa da olsa lap. Bu videoda qısa olacaq, amma eybi yox. İndi bu videonu sonlandırıb, montaj edib, yükləyib başqa bir vlog çəkəcəm sizlər üçün. Ona görə də qızlar maksimum dərəcədə dəstəyinizi unutmayın. Mənə dəstək olun ki, mən də videolar paylaşım hər gün və YouTube məni kəşfətə salsın. Bu dəfəki mövzumuz belə idi. Gələn dəfəki mövzunu isə siz istəyərsinizsə yazarsınız. Kim istəsə nə haqda danışmağı, o haqda da danışaram. Əslində belə daha yaxşı olur. Düzdür, narazı olan bacılarımız da oldu. Amma qızlar, nə musiqi istəmirsiniz, nə demirsiniz musiqi qoy, istəyirsiniz danışım. Sonra da deyirsiniz ki, bu mövzular qoymayın, belə mövzular danışmayın. Bəs onda mən neyniyim, nə danışım? Mən burada nə qədər deyim ki, hə, bunu qatdım, sonra qarışdırdım, sonra təzədən yenə qarışdırdım. Bunlardan nə qədər danışım? Ona görə mən yoruluram. Xahiş edirəm ki, siz də məni başa düşün ki, bundan başqa variantı yoxdur. Belə qızlar, özünüzə yaxşı baxın. Növbəti vloqlarda görüşərik. Biz də gedək bu videonu sonlandırım. Sonra isə gedim sizlər üçün yenidən vlog çəkim. Bura qədər qızlar, özünüzə yaxşı baxın. Hələlik.